Zəhmət olmasa özünü təqdim elə. Adım Rəşiddir, 20 yaşım var. Keşədə böyümüşəm. 5 il, 6 il ağır yüngül istifadəm olub. Elə bir müddət böyümüşəm ki, ətrafımda ancaq narkotik istifadə edən insanlar olub. Elə bir müddət böyümüşəm. Gənc yaşımdan ancaq cinayətə zada meylim olub. İstəmişəm ki, diqqət mərkəzində olum. Elə bilmişəm ki, mən hardasa adım çəkiləndə ki, filan kəslərin yanındadır, belədir, elədir. Mənim üçün fəxrlə tanınacağım, tanınmaq istəmişəm, belə diqqət mərkəzində olmaq istəmişəm həmişə. Belə gənc yaşlarımdan, 13-14 yaşlarımdan yüngül istifadələrim olub. Başlamışam. İlk istifadəm nəşə ilə olub. Bir müddət nəşə çəkmişəm, 1 il yarım. Ondan sonra keçmişəm ağır istifadəyə. Damar daxili. Damar daxili 5 ildir istifadəm var. Belə deyim sizə, bir müddətdən sonra damar daxili istifadəm olub. O da ki, elə bir müddət böyümüşəm ki, yanımda ancaq belə deyim də narkotik eləyən insanlar olub. Elə bir müddət böyümüşəm. Ancaq mən sentri tanımamışdan qabaq günahlandırırdım ki, filan kəslər yanımda istifadə elədi, getdim, elədim, bəhanələr gətirirdim, günahlandırırdım istifadə elədiyim insanlar ki, mənə yanımda eləməsəydilər, mən istifadə eləməzdim. Amma bu, mənim gənc yaşımdan asıllıq məndə formalaşmışdı. Əslində, Rəşid, sən indi gəncsən, çox gəncsən, yəni 20 yaşın var. Bəs ümumiyyətlə, necə ailədə böyümüsən? Belə deyim, mən gənc yaşlarımdan atam türmədə olub, mənə anam böyüdüb. Belə mənim üçün çox əziyyət çəkiblər. Yəni, nə istəmişəmsə, qayğıma çox qalıblar. Bəs ailədə neçə nəfərsiniz? Ailədə 3 nəfərik. Bir bacımdır, mənəm, anamdır. Atam hazırda həbsdədir? Həbsxanadadır. Elə bir müddətdə böyümüşəm ki, yəni valideynim mən nə istəmişəmsə, əlindən gələni eləyib. Rəşid, atan da həbsə narkotiklə bağlı düşür? Bəli. Prosta ki, mən yəni onun istifadəsini görməmişəm də, kimisə günahlandırmamışam. Belə günahlandırdığım yaxınlarım olub. Belə getmişəm, görmüşəm qohumlardan, zatdan, uşaq vaxtından, onlar da istifadəçi olublar. Prosta bugünkü mən onları günahlandıra bilmərəm də. Çünki mən proqramı tanıyıram, bilirəm, mən müəyyən vaxtı onların yanına getməməkdir. Mən gedib görmüşəm ki, bunlar istifadə edirlər, fikirləşmişəm ki, istifadə edib hansısa bir period dayana bilərəm də, yəni məndə salamatçılıq tərk edərəm. Bir-iki dəfə yüngülləşdirici eləyirdim, məsəl üçün nəşəni çəkirdim, saxlayırdım, ara verə bilirdim. O ki, ağır narkotiklərlə tanış olandan sonra gördüm ki, o deyil də, yəni mən istifadəyə yox deyə bilmirəm. Rəşid, sənə bir sual verin, sən atan həbsə düşəndə neçə yaşın var idi? Mənim 9-10 yaşım var idi o vaxt. Yəni o yaşa kimi atanın narkotik istifadəsini görməmişdin? Yox, belə bildirmirdi də, yəni heç narkotik maddə deyilən bir şey nədir bilmirdi. Nə istifadə edirdi bəs? Nəşə çəkib belə mənim atam, yəni ağır narkotiklər istifadə eləməyib. Aha, yəni həbsə də istifadəyə görə Aha. Belə. Həbsdə olan atanı görmürsən, yəni gedib gəlir. Getmişəm, belə əlaqəmiz yoxdur, çox belə, amma telefonla zatdan arada bir danışıb eləyirəm. Yəni hazırda ananla nigahdadılar da, ayrılmırlar. Xeyr, yox, belə nigahdadılar. Ağır narkotiklərdən? Ağır narkotiklərlə tanış olandan sonra gördüm ki, mən istifadəmi saxlaya bilmirəm. Mən birinci sentrim deyil, bundan da qabaq sentrlərdə olmuşam. Rəşid, bəs sənin anan evdə hiss elədi ki, sən istifadəçisən. Necə oldu hiss elədi? Vəziyyət o yerə gəlib çatmışdı ki, ilk narkotik istifadə eləyəndə çalışırdım ki, gizlədim. Qollarımdan zadımdan bilinirdi. Yəni görsənir, o yerlər qalırdı? Yerlər qalırdı qollarımdakı, hansı ki, narkotiki vururdu. Bəs bu kəsiklər nədir? Kəsiklər də ki, narkotikin lomkasında olmuşam. Kəsmişəm. Nə kəsirdim, bıçağına? Narkotik istifadə edirdim. Bir period gəlmişdi ki, istəmirdim evdəkilər görsün. Çəkmirdim, damar daxili istifadə edirdim. Elə edirdim ki, uzun qol köynəklər, zatlar geyinirdim ki, bilinməsin. Bir period gəldi ki, valideyndir də, bir evin içində sən haçana kimi gizlədəcəksən. Gördülər, bildilər. Getdim Məşdağada yatdım, nə bilim. Dispanserə getdim, valideynin apardı. Bəli. Getdim, yatdım, oradan çıxdım, bərpada dolmuşam. Yəni, heç birində xeyir olmayıb. Getdim sentrə. Valideynlərim, mənim dostum var, gətirdi mənə sentr ilə tanış edir. Bəs sən, bir dəqiqə, sən pul necə tapırdın? Anan sənə verirdi? Anam deyəndə ki, belə, hansı yolla olursa olsun, belə, mən ağrıda qalmamaq üçün, canımın ağrımamaq üçün, hansı yollar olursa, belə deyim də, kiminsə haqqına da girmişəm, belə günah işdə görmüşəm. Sən necə tapırdın pulu? Belə, gənc yaşlarımdan başlamışam, necə deyim, özümdən böylənə oturub durmağa da, ancaq ki, kim ki, məsəl üçün,
bu hörmətlidir, bu belədir, bu elədir. Həmişə istəmişəm ki, elə bir adamların yanında olum ki, diqqət mərkəzində olum. Mən yəni çətinliyim olmasın heç nədən. Böylərin yanında olmuşam ömür boyu, belə çətinliyim olmayıb. Yəni narkotik tapanda onlar sənə kömək ediblər? Hə, yəni elə bir mühitdə böyümüşəm ki, yəni narkotik mənim üçün asanlıqla əldə olunub da. Heç mən 1 il, 2 il istifadəm olub, ağır, evdən bilməyiblər ki, mən istifadə eləmişəm. Bəs sənə pul verirdilər, yoxsa narkotik verirdilər? Narkotik verirdilər. Həmən o böyük dediklərim. Hə, böyük dediklərim, belə narkotik veriblər. Elə bir perioda gəlib çıxmışam ki, o ətrafımda heç kim qalmamışdı. Bəs pulsuz verirdilər sənə narkotiki? Hə, yəni belə nələrinsə qarşılığında da, məsəl üçün, belə deyim də, mən bunların hansı işlə yaraya bilərəm, bunlarla hansı addımlar ata bilərəm, bütün günü bir yer vardı, yığılırdıq ora, məsəl üçün, narkotik al-veri gedib yanımda, müəyyən bir şeylər gedib yanımda, mən də onların yanında olmuşam, bildin necə? Elə bir mühitdə böyümüşəm ki, keşlədə qalırdım. Elə bir yerdə böyümüşəm ki, narkotikin çox olan bir yer olub da, ətrafımda ancaq narkotik istifadəçilər olub. Bəs sənə, yəni, sən dedin ki, o nələrlə qarşılığına? Hədə, əlbəttə ki, yox, elə şeylər olmayıb, prosta ki, indi onları aparıb özləri verib gəlsələr belə də, yəni, satıcıların yanında olmuşam, satan adam olan yanında olmuşam, belə az-çox, məsəl üçün, necə deyim, filan kəs deyir ki, Rəşid yaşı az da olsa, məsəl üçün, buna narkotik verə bilərsin. Yəni, deməyiblər də buna narkotik vermə. Lap da elə bir yaxşı bir şey kimi, nə vaxt istədi, Rəşidin qulluğunda ol, məsəl üçün, bunu verərsən, belə, elə. Mən də elə bilmişəm ki, həmişə bu insanlar mənə narkotik verəcəklər də, bildiniz necə. Bir müddət gəlib çıxıb ki, həmin insanların indi çoxsu biri həbsxanadadır, biri peridoz gedib ölüb. Həmin insanların heç biri yoxdur mənim yanımda. Mənim yanımda bu gün üçün sağlam mənim qardaşlarımdır. Rəşid, onlardan deyirsən ki, biri həbsdədir, peridoza rəhmətə gedib. Amma yenə də orada, yəni qalanlar var ya, həmən ki, çevrədən. Mən həmin ətrafdan xəbərim yoxdur, konkret olaraq uzaqlaşmışam. Fikrimi konkret olaraq yayındırmışam. Mən bugün üçün qrantiyalarım var. Mən heç bir istifadə yoldaşımla əlaqə saxlamıram, görüşmürəm. Konkret olaraq mən görüşdüyüm adamlar ancaq alimlərdir. Mən sağlam qardaşlarımdır, bunlarla mənə xoşdur. Yəni, mən bunlardan istinli münasibət görürəm. Mənim istifadə vaxtı mənə göstərdikləri yol nə olub? Məsəl üçün, mən bugün üçün deyirlər ki, Rəşidin hansısa bir sıxıntısı olsun, buradakı qardaşlarım. Rəşidin yanında olun, dəstək olun, qoymayın, problemə düşsün. Hər problemimdə, hər çətinliyimdə yanımdadılar. Amma onlar mənim hər çətinliyimdə necə yanımda ola bilərlər? Narkotiklə, hansısa bir karsları olmasa mənim yanımda olmuyor. Yəni, hansısa bir istəkləri olmasa mənim yanımda olmazlar. Nəysə bir maddiyyat olsun. Nə də sənə mənafe olmasa, yəni sən ona xeyir verməsə, onlar sənin yanında olmazlar. Bugün üçün amma burada mənə heç bir təmanla olmadan qardaşlıq edirlər. Bəs sonra sağalmağa Fikrinə necə gəldin? Evdə alan biləndə necə oldu? Sağalmaq Sənin bir bacın da var idi, yəni? Bəli. Mənim bacım məndən çox balacadır, 8 yaşı var. Mən, belə deyim, Rəşad qardaşım var, rəhbərim. Çıxış yolu reabilitasiya mərkəzinin rəhbəridir. Mənim dostum var idi, istifadə yoldaşım idi. Gəlib məndən qabaq proqramla tanış olub, sağalıb çıxmışdı. Xəbərdar idi. Gəldi, mənə də dedi ki, bəs sağalmaq var, belə, elə valideynimlə danışdılar. Getmək istəmirdim. Hansısa qorxularım var ki, mən gəncəm də, 17 yaşım var idi, 18 yaşım var idi həmin ərəfələr. Getmək istəmirdim, qorxularım var idi. Fikirləşirdim ki, mən aslı deyiləm, hələ də prosto qəbul eləyə bilmirdim ki, mən gedəcəm, sağalacam, istifadə eləmək istəyirdim. Amma çətinliklərim də var idi. Dibləri yaşamışdım, gənc yaşımda o diblər. Nə yaşadın? Diblərdə nə yaşadın? Mən o vəziyyətə gəlib çıxmışdım ki, mən narkotik istifadə edəndə evdəkilərimə deyirdim ki, işdən gəlirdi evdəkilərim. Deyirdim ki, mən yoldan gələndə iynə alın gətirin də, mən çıxa bilməm çölə bayra. Çölə bayra çıxa bilmirdim, vəziyyət ora gəlib çıxmışdı. Anan onda bilirdi də sən istifadə etsin? Bilirdi. Reabilitasiyaya göndərənə yaxın bilirdilər. 1 il idi, 2 il idi, bilirdilər, xəbərdar idilər. Sən ananın yanında isə deyirdin ki, iynə gətir. Ananın yanında vururdun? Yox, vurmurdum. Prosta ki, belə bilirdilər də, xəbərdar idilər. Vəziyyət oraya gəlib çıxmışdı. Çıxa bilmirdim, qorxurdum ki, çölə çıxaram, tutularam, çölə çıxaram, hansısa bir problemlərə düşərəm. Belə vəziyyət o yerə gəlib çıxıb ki, hətta evdəkilərə demişəm ki, çıxa bilmirəm də bayra. Gəlsinlər, qoşsunlar, siz çıxın, baxın, görün, qapıda heç kim yoxdursa, mən gedim o narkotiki götürüm, gəlim. Qorxurum, amma halbuki heç bir qorxulu bir şey yoxdur ya çöldə. Mənə narkotik o vəziyyətə salmışdı ki, psixologiyam pozulmuşdu ki. Sənin qara basmaların falan olurdu? Hə, qara basmalar olurdu. Elə bilirdim ki, mənə güdürlər, bu dəqiqə tutulacağım, ya hansısa bir adamdır məni axtarır, eləyir, belə bir şeylər olur.
Bəs özünü o intihar cəhdi falan Yox, elə şeylər olmayıb. Prosta ki, belə lomkada olmuşam, canım ağrıyıb, mən nə bilim özümü kəsmişəm, doğramışam, nə bilim evdə dava-dalaş salmışam, şüşə pəncərə qırmışam, nə bilim söz-söhbət salmışam evə. Belə şeylər olub. Sağalmağa da belə gəlib çıxmışam ki, mənə hansısa bir dostum gəlib xəbərdar eləyib Rəşad müəllimlə. Gəliblər, getmək istəmirdim sentrə. Gəlib mən xəbərdar eləyiblər, istifadədə idim həmin vaxt. Həmin vaxt narkotik maddəm də var idi. Yəni elə bilirdim ki, hər şey gözəldir, yəni bu narkotik məndən olacaq həmişə. Rəşad müəllim mənə bir söz dedi ki, bugün sənin narkotikin var, istifadə edib getmək istəmirsən mərkəzə. Deyirdim ki, sabah gələrsiniz, sabah sizdən gedərəm. Dedi, o narkotik eləyib, ya bugündən heç bilmirsən, tutula da bilərsən, ölə də bilərsən, başıma minlə hadisə gələ bilər də, qismət olmaz sən sağalma. O söz elə bil mənə hardasa sirkələdi ki, oturdum özümdən analiz elədim ki, yəni mənim doğrudan da fikrimdə var ki, əlimdə olan narkotik maddəni səhərə kimi oturum istifadə edeyim, səhər yığım ki, gəlsin. Amma mən bilmirdim səhər o narkotik maddə başıma hansı hadisəni gətirəcək. Mən hara gedib çıxacam. Oturdum, fikirləşdim ki, bugünkü gün mən bu çıxış yolunu görsədilərdi. Bizdə maddiyyat çətinliyim də olub, yəni anam tək olub. Mənim varam, bacım var, yəni ailə çətinliyimiz var da maddiyyat baxımından. Fikirləşdim, gördüm ki, hər tərəfli mənə köməkli eləyirlər də, bildiniz necə. Dedim ki, haçana kimi belə yaşayacam. Durdum, çıxdım, gəldim sağalma. Düzdür, mənim sırrım da olub. Hansısa mərkəzlərdə. Nə qədər müalicə almışsan orada? 6 ay bir keçmişəm proses, ondan sonra sırrım olub, belə sırrımlarım olub. Amma bugünkü gün... Neçə sırrın olub? 8 dənə sırrım olub. Sən onda 8 dənə sırrı, 8 dənə reabilitasiyaya gedib? Yox, belə... Gedib çıxmısan, gedib çıxmıyorsun? Hə, 8 dənə sentr keçmişəm, ayrı-ayrılıqda. Elə bir ikinci dəfədir ki, buradayım. Burada bir dəfə olmuşsan belə? Hə, lap birinci dəfə 6 ayı buranı keçmişəm, ondan sonra ayrı mərkəzlərdə olmuşam. Bəs sən sağalmağa gələn bir adam, sırrı niyə elədin? Sağalmağa gələn belə çıxandan sonra gördüm ki, çətinlik baxımından, yazmaq baxımından, belə deyim də, mən çıxandan sonra mən müəyyən qranisiyalar qoymuşdu. Hə, sərhədlər qoyur ki, bunları eləyə bilməz. Çıxdım sentrdən, 6 ayım qurtarmışdım. Çıxdım mərkəzdən. Mənə deyirlər ki, məsəl üçün qrupuva get gəl, şaqıvı yaz, sponsor tut. Müəyyən şeylər var da, çöldə duxovunu kömək elə, hansısa bir insana qarşı. Mən olan heç birini həyatımda eləmirdim. Elə bilirdim ki, mən ayıq qalacam bir ömür boyu da 6 ay oldu, sağaldım, çıxdım, hər şey gözəl olacaq, qutardı. 10 ay ayıq qaldım çöldə. Bu ayıqlıq necə gedirdi? Çox çətinliklə bircə narkotik istifadə eləmirdim, belə deyək də, içki içmirdim. Amma halbuki köhnə davranışlarım yenə də mənimlə idi də, yəni evdə söz-söhbət olsun, problemlərim olsun, hansısa müəyyən qranisiyalar var ki, mən yaşadığım əraziyə getməməliyəm, köhnə sohbativlərim olsun, istifadə yoldaşlarım olsun, onlarla görüşməməliyəm, danışmamalıyam, köhnə danışdığım, istifadə vaxtı danışdığım qız olsun, onlarla danışmamalıyam. Mən onların hamısını əməl eləmirdim. Prosta deyirdim ki, bunlar deyirlər də, inanmırdım. Bildin necə? Görürdüm ki, ayıqam, narkotik istifadə eləmirəm ki, bunların hamısını qranisiyalarımı pozurdum. Bu mənə gətirdi, çıxartdı təkrar istifadəyə. Belə getdim, sırrı verədim. O dediyin qız da istifadəsi idi? Bəli. Ondan necə olub? Yəni o da həmən qrupda... Yox, həmin qrupda olub, belə gənc yaşlarımda olub, belə istifadə eləmişik bir yerdə. Bugün üçün yoxdur. Belə əlaqə saxlamıram, heç xəbərim də yoxdur necədir. Bəs indi nə düşünürsən? Sonraki planların nədir? Bugünkü gün fikirləşdiyim ancaq sağlam yerdə olmaq, sağlam addımlar atmaq, gələcəyə qurmaq. Mən gənc yaşım var da, 20 yaşım var. Bugünkü gün çox şey əldə edə bilərəm də, gələcək qura bilərəm özümə. Fikirləşirəm ki, yəni 8 sırf az deyil, bundan qabaq məşdağada olmuşam, çox sağalmaq istəmişəm. Prosta ki, indiki kimi içimdən istəyə gəlməyib də, mən hansısa bir mərkəzə gedim, bu qədər mənə sağalmaq istəyə gəlsin. Bugünkü gün mənim burada rəhbərliyim var ki, Rəşad müəllim olsun, konsultantlarım olsun, Fuad, Surac, mənim personal həyatım olsun. Bugünkü gün hamısı mənə qardaşlıq görsədilər, istinli münasibət görsədilər. Mənə deyirlər ki, hansı bir çətinliyin olsa biz sənin yanındayıq. Məsəl üçün, hansısa yerə gedirəm gəzməyə, mən ömür boyu gəzməyə zada çıxmamışam da, necə çıxmışam, ancaq istifadə altında. Bugünkü gün ayıq arası gedirəm gəzməyə, həyatdan zövq almağı bacarıram. Sağlam adamlarla həyatdan zövq almağı bacarıram. Amma istifadə vaxtı mənim getdiyim yerlər hara olub, istifadə hansısa bir dağılmış, uçulmuş bir yer olsun, gedib orada istifadə edeyim. Oturum orada
ancaq narkotik maddələrin adları çəkilsin, sağlam söhbətlər getməsin, belə bir yer olur. Bugünkü gün mən Duxovunu burada işləyirəm, volonterstvadayam, personal heyət, yarı personal sayılırıq. Bugünkü gün burada ancaq sağlam fikirlər ötürürəm uşaqlara və belə. Duxovunu qalıb burada işləyirəm. Yəni mənəvi inkişafınla məşğulsan. Gələcəkdə planlarım var ki, inşallah sağlam şəkildə qalım burada işləyim qardaşlarımın yanında belə. Bəs valideynlərə, yəni öz valideyninə demək istəyərdin? Valideynimə demək Valideynini ümumiyyətlə çox incitmisən? Çox incitmişəm, belə valideynimi üzmüşəm, belə deyim də, valideynimin heç vaxt belə deyim də sizə inamsızlığı olmayıb. Bugünkü gündə 8 sırma olmağına baxmayaraq, valideynim inanır ki, mən sağalacam da, ümidlərini üzmürlər məndən. O şeydə mənə motivasiya verir ki, yəni mən belə deyim də, negativ motivasiya mənə işləmir ki, məsəl üçün evdən mənə desinlər ki, sən bu dibləri bizə yaşatmısan, eləmirsən, bu çətinlikləri göstərmirsən. Mənə deyirlər ki, bugünkü gün maşallah olsun, necə sağalırsan. Yəni, sağlam, məsəl üçün, leksiyalar keçirik içəridə uşaqlara, valideynimi atırlar ki, bu uşaq irəliləyiş var, belə elə. Evdəkilər mənə hər telefon danışığında, hər zəngimdə görürəm ki, mənə necə istimli yanaşırlar. Nə deyirəm, bugünkü gün hamısı qaydasında gedir də, valideynim mənimlə əvvəl belə münasibət olmayıb istifadə vaxtı. Bəs atanla necə, nə düşünürsən? Ümumiyyətlə bu... Belə bacardığım qədər, belə deyim də, özümlə ona qranisiya qoymuşam. Sən hazırda buradasan, yoxsa çıxırsanmı? Çıxıram, gedirəm, gəlirəm. Bu müddətdə atana gedib dəymirsən? Yox, belə dəymək istəmirəm, çünki düşünürsən ki, o dəymək düşünürəm ki, mənə pis təsir eləyər, həm də ki, mənim ondan hansısa bir söhbətim alınmaz da, mən təkrar istifadəyə qayıda bilərəm. Müəyyən travmalarım var ki, uşaqlıqdan olsun, ya o tutulandan sonra telefon danışıqlarında olsun, yəni o insan sağlam fikir mənə ötürə bilməz də, mənə sağlam fikri ancaq buradakı qardaşlarım ötürür. Sağlam fikir ötürə bilən insan, yəni qoymaz da uşaq istifadə eləsin gənc yaşlarından, belə elə. Görünür ki, onda atanın da səhlənkarlığı olub, yəni səhlənkarlığında adam istifadəçi olub. Bəli, bəli. Neçə ildir həbsdədir? 7 ildir. 7 ildir. Neçə il əlavə olacaq? Nə qədər qalıb? 9 il 6 ay veriblər. 9 il 6 ay. Necə düşünürsən? Onun da nə vaxtsa şansı ola bilərmi? Düzgün həyata qalıb. Ola bilər, çünki çıxış yolu var da. Mən məsəl üçün sağalmaq istəmirəmsə, yəni mən heç kim sağalmağa məcbur vadar eləyə bilməz. Sən prosesi keçəndən sonra sən çölə buraxırlar, sən azad adamsan. Yəni, sağlam addımlar atmalısan, qrupa gedib gəlməlisən, şaqvi yazmalısan, sponsor tutmalısan, sağlam adamlarla olmalısan. Anonim qardaşlar var ki, çöldə qruplarımız var. Biz çıxandan sonra buradan gedirik qruplarda, danışırıq. Mən hansısa bir sıxıntım olanda, mən o özümdə saxlayıb başımda problem eləmirəm. Özümdən öndə gedənlər var ki, ayaqlığı çox olanda. Dərdimi paylaşıram, bəli, bəli. Bölüşürsən. Məsəl üçün, bugünkü gün mənim sıxıntım olarsa, gəlirəm, bölüşürəm ki, mənim müəyyən sıxıntılarım var, rəhbərim olsun, personal heyətim olsun, məndən ayıqlığı çox olan, ayıqlığı fərqi yoxdur da, mənə onlar başa düşürlər, anonimlər başa düşür, mənə başqa başa düşən adam yoxdur. Həmaslarım da mən, məsəl üçün, gəlirəm, deyirəm ki, mənim bu sıxıntım var, bu sıxıntıdan mən necə çıxa bilərəm? Çünki onlar məndən qabaq bu prosesi keçiblər, bu hissləri yaşayıblar, çöldə bu hisslərlə yaşamaq çətindir, təkrar istifadəyə qayıda bilərik. Rəşid, bəs mən sənə bir sual soruşum. Məsələn, narkotik satanlar vardı, onlara el arasında beləcə bariqa deyirlər. Onlara sözün nə olardı? Belə sözüm... Faktik onlar insanların həyatını qaralırlar, yəni buna görə insanları öldürürlər. Düzdür, bugünkü gün məktəbi uşaqlara narkotiklər, mən elə belə deyim də, 4-5 il bundan qabaq hələ deyirəm, məktəb vaxtlarında mən bariqalarla elə bir münasibətdə idim ki, heç böylələ onlar elə bir münasibətdə yox idi da, yəni. Çünki nəyə görə pul var idi, gənc idim, nə elərisə, onlar əldə eləmək üçün mənə rahatlıqla narkotik satırdılar. Bugünkü gün mənim onlara sözüm oldu ki, utansınlar da heç olmasa, gənc uşaqlara, böyüklər belə olsun, narkotik satmasınlar. Ümumiyyətlə, o bariqalar özləri də istifadəçi olurlar da, mən bilən. Bəli, bəli. Əksər insanlar, satanların çoxusu istifadəçi olur. Uşaqlara nə deyərdin? Uşaq gəncləri deməyim odur ki, narkotik yox, hansısa bir asılılıq olsun, içki məclisi olsun, belə deyim, qumar məclisi, alkoqolizm məclisi, yəni içkidən, qumardan, narkotikdən uzaq dursunlar da, gözəl idmanla məşğul ola bilərlər, həyatlarının hansısa bir nailiyyətlər əldə edə bilərlər həyatlarında. Baxsınlar mənim həyatıma,
belə deyək də, görsünlər ki, yəni hansı həyatı yaşamışam, bu gün üçün sağalmaq istəyirəm. Yəni mən tam sağalmamışam, ömrümün vaxtına kimi mən sağalacam. Mən asılılıqdan əziyyət çəkirəm. Bu xroniki xəstəlikdir, bu bizim ömrümüzün axırına kimi gedir. Mən hələ tam sağalmamışam. Yəni gənclərə sözüm odur ki, sağlam mühitdə böyüsünlər, belə insanlardan uzaq dursunlar. Çox sağ ol Rəşid. Sağ ol. Biz sənə uğura razı oluruq. Çox sağ ol. İnanırıq ki, yəni əminik ki, sənin bu ayıqlıq yolun daim olacaq. Düzdür, Çox sağ ol. sən ömür boyu öz-özünü inkişaf elətdirəsən, ayıq qalmaq üçün. Bu sənin mübarizən olacaq, amma sən də uğur qazanacaqsın. Çox sağ ol. Biz bunu deyirik. Sağ ol. Sağ ol.